Salam əziz şagirdlər. Növbəti video dərsimiz vektorlar və koordinatlar metodu olacaq. Başlanğıcı və sonu olan istiqamətlənmiş düz xəttə vektor deyilir. Vektorun başlanğıc və son nöqtəsi olur. Adlandırarkən AB üzərində ox işarəsi qoymağı unutmuruq və yaxud da sadəcə balaca hərflə A yazaraq ox işarəsində qeyd edə bilərik. Başlanğıc nöqtənin koordinatları x1, y1, son nöqtənin koordinatlarına da x2, y2 qeyd eləyək. Və vektorun koordinatlarını taparkən həmişə sondan ox olan hissədən yadınızda saxlayın, başlanğıc hissəni çıxmaq lazımdır. Bura sondur, bura başlanğıcdır. Sondan başlanğıcı çıxırıq. Yəni olacaq x2 çıxılsın x1, y2 çıxılsın y1 şəklində. Gəlin bir ulduz verək, nümunə verək. Məsəl üçün, koordinat müstəvisi üzərində belə bir vektor verilib. A, B. Bu nöqtənin koordinatı olsun 3, bu nöqtənin koordinatı olsun 7. Biz bilirik ki, y oxunun üzərindədirsə, burada x yoxdur. Yəni A nöqtəsinin koordinatı nədir? 0, 7. B nöqtəsinin koordinatı isə x oxunun üzərində olduğuna görə y nöqtəsi yoxdur, 3, 0. Və məndən AB vektorunu soruşursa, o zaman sondan başlanğıca çıxırıq. Yəni B-dən A-nı çıxırıq. O da olacaq 3 çıx 0, 3, 0 çıx 7 isə -7. Vektorun uzunluğu, modulu və mütləq qiyməti. Hər üçü eyni anlayışdır. Vektorun uzunluğu, modulu və mütləq qiyməti. Əgər vektoru başlanğıc və son nöqtə olaraq şəklində veribdirsə, yəni A nöqtəsinin koordinatları x1, y1, B nöqtəsinin koordinatları x2, y2 şəklində veribdirsə, onda AB vektorunun uzunluğu olacaq kök altında x2 çıxılsın x1-in kvadratı, üstə gəlinsin, y2 çıxılsın y1-in kvadratına. Əgər vektoru hazır formada veribdirsə, məsəl üçün A vektorunun koordinatları budur və burada fəza üzərində olsa z-i də əlavə eləyəcəyik. Fəza olmasa sadəcə x və y-dan. Həmçinin baxın burada da z koordinatı iştirak eləyə də bilər, eləməyə də bilər. Fəzadadırsa z də olacaq. Əlavə olaraq z2 çıx z1-in kvadratı da əlavə eləyirik. Fəzada yox, müstəvidə verilibdirsə, o zaman z koordinatı iştirak eləməyəcək. Modulda A bərabərdir kök altında x-in kvadratı üstə gəl, y-in kvadratı üstə gəlinsin z-in kvadratı. Gəlin belə bir nümunəyə baxaq. Bizə verib A vektorunu 2, K, daha sonra 3 və 5. K-nın hansı qiymətlərində bu vektorun uzunluğu, məsələn, olsun deyir 9. K-nın hansı qiymətlərində vektorun uzunluğu 9 olmalıdır. Deməli, biz bilirik ki, vektorun uzunluğu onun koordinatlarının kvadratlarının cəmidir. 4K-nın kvadratı üstə gəl, 9 üstə gəlinsin 25, bərabərdir 81-ə. O da olacaqdır, daha doğrusu 9-a kök altından nə çıxacaq? 81. 9-a kök altında neçədən 9 çıxacaq? 81-dən. 4K kvadratı üstə gəlinsin. 34 bərabərdir 81-ə. 4K kvadratı bərabərdir 81 çıxılsın 34-ə. O da eləyəcək neçə? 1 buradan 3 oradan 7. 47. K kvadratı da bərabərdir 47 bölünsün 4. Yəni burada həmişə belə kəsirli ədəd alınmaya bilər. Bəzən, məsəl üçün, elə ədədlər olar ki, bizim bildiyimiz tam ədədlər çıxar. K isə bərabərdir müsbət mənfi kök altında 47 bölünsün 4-ə və yaxud da müsbət mənfi kök altında 47 bölünsün 2 şəklində də yazmaq olar. Yəni K-nın bu qiymətlərində bu vektorun uzunluğu 9-a bərabər olmuş olacaq. Vahid vektor. Əgər bir vektorun uzunluğu 1-ə bərabərdirsə, o zaman bu vektora vahid vektor deyirik. Məsəl üçün, nümunə göstərək. Kök altında 3 bölünsün 2, 2-də 1 və yaxud da ki, -1, 0, 0 və yaxud da uşaqlar kök altında 2 bölünsün 2, 0, mənfi kök altında kök 2 bölünsün 2,
Əsas məsələ onların kvadratlarını topladığım zaman kök altında 1-ə bərabər olması lazımdır. Bəzi şagirdlər 1-1 vektorunu vahid vektor adlandırır ki, burada hər ikisi 1-dir. Xeyr uşaqlar, 1-1 vektorunun uzunluğu kök altda 2-yə bərabər olduğuna görə biz ona vahid vektor anlayışını qeyd deyə bilmərik. 0 vektordan danışaq, başlanğıcı və sonu üst-üstə düşən vektorlara 0 vektor deyilir. İndi isə vektorların toplanılmasının üçbucaq qaydasından danışaq. Üçbucaq qaydasına görə bir vektorun başlanğıcı ilə digər vektorun sonunu. Məsəl üçün, baxın, bu A vektoru olsun, bu da B vektoru olsun. Bir vektorun başlanğıcı ilə digər vektorun sonunu birləşdirən vektora digər iki vektorun cəmi deyilir. Yəni, burada C vektoru A vektoru ilə B vektorun nəyinə? Cəminə bərabər olmuş olacaq. Bir də paralelogram qaydası var. Bir nöqtədən çıxan iki vektorun cəmi onların arasından çəkilən, bax, C vektoruna bərabərdir. Səbəb, B vektorunu paralel formada biz yuxarıya çəksək, uşaqlar, və bir vektorun başlanğıcından digər vektorun sonuna çəkilən vektor qaydasına əsasən, yəni üçbucaq qaydasına əsasən yenə, o da olacaqdır C vektoru A və V vektorunun nəyinə? Cəminə. Və yaxud da ki, A vektorunu bu tərəfə paralel köçürsək, A vektoru yenə baxın, buradan bura, başlanğıcdan sona gedir. Ona görə də B ilə A-nın cəminə bərabər olmuş olacaq. Bizim vektorlarımız əgər koordinatları ilə verilibdirsə, məsələn, A vektorunun koordinatları x1, y1, B vektorunun koordinatları x2, y2. Onların cəmini, fərqini və hasilini bizdən istəyə bilər. Əgər iki vektorun cəmini istəyirsə, uyğun koordinatları toplayıb bir yerdə yazacağıq. x1 topla x2, y1 topla y2. Və yaxud da vektorların fərqini istəyirsə bizdən, B çıxılsın A. O zaman baxırıq hansından digərini çıxmağımızı istəyir. B-dən A-na. x2 çıxılsın x1, y2 çıxılsın y1-ə bərabərdir. Daha sonra, məsələn, K vurulsun A vektoru. K vurulsun A vektoruna görə bizim K ədədimizi vektorun hər bir koordinatına vuracağıq. K vur x1, K vurulsun y1. Və yaxud da başqa bir ədədi vurmaq lazımdırsa, onun koordinatlarından hər birinə vurub yazmaq lazımdır. İki vektorun hasili bu formada tapılır. x1 vurulsun x2 üstə gəlinsin, y1 vurulsun y2. Və uşaqlar, buna biz skalyar hasil deyirik. Skalyar hasil. Gəlin bir nümunə göstərək. A vektorumuzun koordinatları olsun -3, 4. B vektorumuzun koordinatları olsun 5, 7. Bu vektorların cəmi lazımdırsa bizə olacaq 5 ilə -3-ü toplayanda 2, 7 ilə 4-ü toplayanda 11. 3A çıxılsın 2B-ni tap deyə soruşularsa bizdən, biz əvvəlcə 3A ilə 2B-ni tapmalıyıq. 3A bərabərdir -9, 12-yə çıxılsın. 2B-ni soruşarsa 10 və 14-ə. -9-dan 10 çıxanda -19, 12-dən 14 çıxanda -2-yə bərabərdir. Skalyar hasilini soruşarsa A vur B bərabərdir. -3 vurulsun 5 üstə gəlinsin 4 vurulsun 7-yə. -15 üstə gəlinsin 28, o da eləyəcək 13. İndi isə vektorların uzunluqları verildiyi zaman onların skalyar hasilindən danışaq. Uzunluqları verilən və aralarındakı bucaq verilən iki vektorun skalyar hasili bərabərdir. Uzunluqlarının modullarının hasilinin onlar arasında qalan bucağın kosinusuna. Biz buradan iki vektor arasında qalan bucağın kosinusunu da tapa bilərik. Kosinus alfa bərabərdir. Yuxarıda skalyar hasil, aşağıda isə modullarının hasili. Gəlin düsturu biraz da açaq. Əgər fəzadadırsa z-lərdə olacaq, deyilsə sadəcə x1 və y1, x2 və y2 iştirak edəcək. Amma fəzada düşünək biz bunu. Olsun, bax belə. Kök altında x1-in kvadratı üstə gəl, y1-in kvadratı üstə gəlinsin z1-in kvadratı. Vur, x2-in kvadratı üstə gəl. y2-nin kvadratı üstə gəl z2-nin kvadratı. Bu iki vektor arasında qalan bucağın kosinusudur uşaqlar.
Və skalyar hasilin bir neçə xassəsi var, hansı ki bu xassələri hər biriniz bilməlisiniz. Birinci, yer dəyişmə xassəsi. Yer dəyişmə xassəsinə görə A vektoru ilə B vektorunun hasilləri bir-birinə bərabərdir. İkinci, paylama xassəsi olsun. A vurulsun B topla C vektorlarına görə A vurulsun B üstəgəl A vurulsun C şəklində yazılır. Daha sonra bir vektorun digər vektora perpendikulyardırsa, o zaman onların skalyar hasili həmişə sıfıra bərabərdir. Əgər vektorun koordinatları x1, y1 və fəzada olarsa z1, digəri də x2, y2 və z2. Əgər uşaqlar x1 böl x2 bərabərdir, y1 böl y2 bərabərdir, z1 böl z2 şərti ödənilərsə, o da k-yə bərabər olsun, o zaman bu vektorlar paraleldir şərti ödənilir. Və paraleldirsə, eyni zamanda paralelliklə kollinearlıq eyni şərt ödəyir. Uyğun nisbətləri bir-birinə bərabərdirsə, bu vektorlar paraleldir və ya kollineardır. K müsbətdirsə, eyni istiqamətlidir. Əgər K mənfidirsə, uşaqlar əks istiqamətlidir. Aldığınız cavaba uyğun olaraq onların istiqamətini tapa bilərsiniz. Və sonuncu xassəmiz, 5-ci xassə bərabərdir. Bir vektor öz moduluna bərabər deyil uşaqlar. Bir vektor öz moduluna bərabər deyil, lakin kvadratları bir-birinə bərabərdir. Gəlin bir nümunə göstərək. Məsələn, tutalım, A vektorumuz 3, 4-dür. Biz bilirik ki, bu modulu bərabərdir kök altında nəyə? 3-ün kvadratı üstəgəl 4-ün kvadratı, kök altda 25, nə çıxdı? 5. A vektorunu A vektoruna vurmaq lazım gələndə A vektorun kvadratı nə deməkdir? A vurulsun A deməkdir. O da 3, 4 vurulsun 3, 4 skalyar hasil qaydasına görə 3 vurulsun 3, 9, 4 vurulsun 4, 16. Topladım 25. A'nın kvadratı 25'dir. Modul A'nın kvadratı, modulu tapmışıq 5'dirsə, kvadratı da 25'dir. Həqiqətən də bərabərlik ödəndi. Və yaxud da ki, B-nin kvadratı bərabərdir modul B-nin kvadratına. Bunu da yadınızda saxlayın. İndi isə danışaq uşaqlar düz xəttin tənliyindən. Düz xəttin tənliyi y bərabərdir kx topla B şəklində olan tənlikdir. Burada k bucaq əmsalıdır. B sərbəst həddir. Və əgər bizə başqa formada tənlik verib, oradan düz xəttin bucaq əmsalını və yaxud da ki, sərbəst həddi soruşarsa, onu hökmən bu formaya gətirmək lazım. Məsələn, 2y çıxılsın 3x toplanılsın 5. Bərabərdir 0 tənliyində bizdən bucaq əmsalını soruşursa, bucaq əmsalı da k-da və x-in qarşısında duran ədəddir. Bizim x-imizin qarşısında nə dayanıb? -3. Amma ki, bu tənlik bizim istədiyimiz tənlik formasında olmadığına görə biz -3'ü götürə bilmərik. İlk əvvəl y-ı təkləyirik, 3x minus 5. Sonra isə hər tərəfi 2-yə bölürük. 1,5x çıxılsın 2,5. İndi isə bizim bucaq əmsalımız bərabər olmuş olacaq 1,5'ə. Gəlin danışaq iki düz xəttin qarşılıqlı vəziyyətindən. Tənliklərdən biri olsun k1x üstəgəl b1, digəri də olsun k2x üstəgəlinsin b2. İki düz xətt uşaqlar. Əgər k1 və k2, b1 və b2 bütün düz xətt nöqtələr belə deyək də qiymətlər bir-birinə bərabərdirsə, k-lar və b-ləri bərabərdirsə, onda bu düz xəttlər üst-üstə düşür. Üst-üstə düşər. Əgər k1 k2'ye bərabər olub b1 b2'ye bərabər olmazsa, o zaman bu düz xəttlər paraleldir. Əgər k1 vurulsun, əvvəlcə k1 bərabər deyil k2 şərti ödənilərsə, onda bu düz xəttlər bir nöqtədə kəsişir. Bir nöqtədə kəsişir. K1 vurulsun K2 bərabərdir. Mənfi bir şərti ödənilərsə, bu düz xəttlər bir-biri ilə perpendikulyardır şərti ödəniləcək.
Əgər məsələlərdə koordinat oxları ilə əmələ gətirdiyi üçbucağın perimetrini, sahəsini, tərəflərini soruşarsa, yadınızda saxlayın ki, əgər koordinat oxu sözü varsa, bir dəfə y-ı sıfıra bərabər götürürsüz, bir dəfə x-i. Çünki x-la kəsmə nöqtələrini, x və y-la, yəni koordinat müstəvisi ilə kəsmə nöqtələrini istəyir deməkdir. Məsəl üçün belə bir sual qarşımıza çıxacaq. 4y çıxılsın, 6x üstəgəl 24 bərabərdir 0-a. Bizə deyir ki, bu düz xətti tənliyinin koordinat oxları ilə kəsişməsi zamanı əmələ gələn üçbucağın məsələn perimetrini tap və yaxud da sahəsini tap. O zaman 4y bərabərdir -24-ə, y də bərabərdir -6-ya. Bir dəfə də burada x-i 0 bərabər götürdük, burada da y-ı 0-a bərabər götürək. -6x bərabər -24-də, x də bərabərdir 4-ə. X 4-dürsə, o zaman bu nöqtələri gedirib koordinat müstəvisi üzərində qururuq. -6 0 nöqtəsi buradadır. 4 0 nöqtəsi buradadır. Birləşdiririk. Sahəni soruşduğuna görə mənfi anlayışı yoxdur uşaqlar. Üçbucaqdan danışırıqsa, deməli bura 6-dır, bura 4-dür. Sahə 6 vur 4 bölü 2 olacaq. Perimetri tapmaqdan ötürü də hipotenuzu tapmaq lazımdır. Hipotenuzu taparaq perimetri də tapa bilərsiniz. İndi isə danışaq çevrənin tənliyindən. Çevrənin tənliyi. Əgər mərkəzi AB nöqtəsindədirsə və x, y nöqtəsindən keçən radiusu r olan çevrənin tənliyindən danışırsa, x minus a-nın kvadratı üstə gəlinsin y minus b-nin kvadratı bərabərdir r-in kvadratına. Mərkəzi AB nöqtəsində olan və x, y nöqtəsindən keçən r radiuslu çevrənin tənliyi bu formada yazılır. Məsəl üçün tutalım, mənə deyir ki, mərkəzi -3, 4 və radiusu uşaqlar 5 olan çevrənin tənliyini qur. O zaman -3 ilə 4-ü a ilə b-nin radiusu da aparıb burada yerinə qoyaraq çevrənin tənliyini düzəldə bilərik. X çıx -3, x topla 3-ə çevriləcəkdir. Y çıx 4 bərabərdir. 5-in də kvadratı nəyə? 25-ə. Deməli, bu nöqtədən, mərkəzi bu nöqtə olan və radiusu 5 olan çevrənin tənliyidir. Başqa bir məsələyə baxaq. Məsəl üçün tutalım, deyir ki, mərkəzi -7, 3 olan və 2, 4 nöqtəsindən keçən çevrənin tənliyini qur. Çevrənin tənliyini qur deyirsə, bizə lazımdır bir mərkəz, 2 radius. Bizə bu səfər radiusu verməyib. -7, 3 mərkəzdirsə, x topla 7-nin kvadratı üstə gəlinsin y minus 3-ün kvadratı. Bərabərdir r-in kvadratına. R-i vermədiyinə görə, amma bu nöqtədən keçir söhbətini verdiyinə görə 2 və 4 nöqtəsini aparıb burada tənlikdə yerinə qoyuruq. 2 topla 7-nin kvadratı bərabərdir 4 çıxılsın 3-ün kvadratı. Bərabərdir r kvadratı. 9-un kvadratı 81 üstə gəlinsin 1 bərabər r kvadratına, r kvadratı 82. R-də kök altda 82 ehtiyac yoxdur onu formada saxlamağa. X topla 7-nin kvadratı üstə gəlinsin y minus 3-ün kvadratı bərabərdir 82 formasında yazsaq, bu verilən məsələnin şərtinə uyğun olaraq çevrənin tənliyi qurulmuş oldu. Əgər çevrənin tənliyi mərkəzi koordinat başlanğıcında olarsa, o zaman bu formada olacaq. X-in kvadratı üstə gəl y-in kvadratı bərabərdir r kvadratına. Bir də onu qeyd edeyim ki, bəzən çevrənin tənliyini verərək onun mərkəzini və yaxud da ki, onun radiusunu tapmağı tapşırır. Bax, məsələ də bu formadadır. X-in kvadratı çıxılsın 4x üstə gəlinsin, y-in kvadratı çıxılsın 6y üstə gəlinsin 18 bərabərdir 0. Bu deyir ki, bu çevrənin mərkəzini tap. Deməli, çevrənin mərkəzi, baxın, bu formada olduğu zaman görsənir. Lakin bu tənlik müxtəsər vurma düsturuna görə sanki açılıb. Açılıbdırsa, o zaman biz o tənliyi yığa bilərik də uşaqlar. X kvadratı çıxılsın 4x-dır mı? Deməli, x çıxılsın 2-nin kvadratı formasında yazsaq, x-in kvadratı çıx 4x üstə gəl 4. 4-ü göydən gətirdiyimizə görə gətirib qoyuruq, bax, burada yerinə. Y-in kvadratı çıxılsın 6y-dırsa, y çıxılsın. Nəyin kvadratı nə olsa bizdə 6y-ə əmələ gətirərdi uşaqlar? 3 olsa, y çıxılsın 3-ün kvadratı, o da olacaqdır. Əlavə olaraq 9 götürdüyümə görə çıxılsın 9. Bir də bu 18-i 8 eləyək ki, mənfiyə getməsin uşaqlar burada.
Aha. İndi üstə gəlinsin 8 bərabərdir 0-a. X çıxılsın 2-nin kvadratı, üstə gəl. Y minus 3-ün kvadratı bərabərdir. 4 ilə 9 bu yana keçəndə 13, 13-dən 8 çıxanda 5. Mərkəzimiz uşaqlar 2, 3-dür və radiusumuz da kök altında 5-dir. Radius isə kök altında 5-ə bərabərdir. Daha sonra əgər belə bir misal verərsə bizə uşaqlar, A nöqtəsinin koordinatları verilir x1, y1 və B nöqtəsinin koordinatları verilib x2, y2. AB parçasının uzunluğunu və yaxud da ki A və B nöqtəsi arasındakı məsafəni soruşar. İki nöqtə arasındakı məsafə tapılacaqdır. Əvvəlcə baxırıq iki nöqtə koordinat müstəvisi üzərindədir, yoxsa ədəd oxu üzərindədir. Ədəd oxu üzərindədirsə sağdakı nöqtədən soldakı nöqtəni, yəni böyüyündən kiçiyini çıxmaqla tapılır. Əgər koordinat müstəvisi üzərindədirsə, o zaman kök altında x2 çıxılsın x1-in kvadratı, üstə gəl y2 çıxılsın y1-in kvadratına bərabərdir. Hansı ki, əgər fəzada verilərsə, fəzanın Z1 və Z2-ni də bura əlavə eləyə bilərik. Bir də parçanın orta nöqtəsinin koordinatının tapılması var. AB parçasının orta nöqtəsi C nöqtəsi olarsa, bu koordinatlar x1, y1'dir. Bu da x2, y2'dir. C nöqtəsinin koordinatları olacaqdır. x1 topla x2'nin yarısı, y1 topla y2'nin yarısı. Bu parçanın orta nöqtəsinin koordinatlarıdır. Vektorlar və koordinatlar metodu mövzumuz bu qədər.